Buyurun, hardan gəlmişdiniz siz? Selyandan. Hə, o zəng eləyən xəstəsiz, Bəli, eləmi? bəli. Şikayətiniz nədir? Şikayətim bu sinəmdə ağrılardır, bu göynəmələrdir bura. Deyəsən siz mənə dediniz ki, anjo olunubsuz. Bəli, anjo olub. Bu anjonu özünüz elədiniz, ya sizə təklif elədilər? Təklif elədilər də bu göynəməyə görə. Bu göynəməyə Səndən soruşmadılar ki, göynəmə yeriyəndə olur, iş görəndə olur, piləkən çıxanda olur ya yox, Yox. elə öz başına. Onu soruşmadan anjo elədilər. o anjo dayanan bir də gör çox həkimlərdə oldum. Gördüm axır variantı getdim ora. Müalicə elədə keçmir. Yuxun necədir? Yuxum belə də. Belə alaqaranlıq. Hə. Gözün yatır, beynin Hə, yatır. yataq yuxusuzluq olur. Yuxu görmələrin olurmu? Yox. Qorxulu yuxu görmələrin yox, olmur. yox. Təşviş, həyəcan, özünə nəsə olacaq kimi bir şey, ailə üzvlərinə nəsə olacaq kimi bir şey. Belə fikirlərin varmı? Olur, belə. Qara fikirlərin varmı? Qara fikirlər bilsən nədir? Filan kəs filan xəstəlikdən öldü, bax məndə də odur. Filan kəsin ürəyi tutdu, 100% mənim ürəyim tutub. Ola bilər, Belə ola şeylər fikirləşirsinizmi? Ən çox nə fikirləşirsiniz deyin görüm. Xəstəliklərdir də. Anti-xəstəlikləri beynindən ata bilmirsən, eləmi? Bəli. Yas yerinə gedə bilirsən? Bəli, gedirəm. Orada özü pis eləmirsən? Yox. Toyda necə olursan? Toyda da yaxşı. Ətrafda olanda rahat olursan? Özü ən çox nə vaxt qapılarsan, fikirləşərsən? Tək olanda, yoxsa ətrafda tək olanda? olanda. İştahın necədir? İştah yaxşıdır. Yaxşıdır. Deməli, böyük bayra, kiçik bayra necə gedirsən? Normal. Normal gedirsən. Başqa heç bir şikayətin yoxdur, sadəcə sinədən. Sinəmdədir, bir də bu kürəyimdə. Kürəyindədir. Cınağım, bu da ki burada da, o da bura. Şikayətlərin dəyişirmi? Dəyişir. Məsələn, bu gün burada şikayət edirsən, sabah başqa Aha, yerdən bir şikayət bövrə edirsən. keçir, sonra bir bövrə keçir. İndiyə qədər harda olmusan? Çox mərkəzi klinikada olmuşam. MTN hospitalında olmuşam. Medical Plaza'da olmuşam. Sənə nə dedilər orada? Dedilər xəstəliyin nədir? Hərəsi bir də söz biri deyir ki, hələ bir də şey yazır da bilmirəm. Nə dedilər? Diaqnozun nədir? Diaqnoz biri deyir nevrozsan, biri deyir panik ataksan, ancaq yəni yenə heç çəkilmir də. Dərmanı eləyirəm, bu axırıncı dərmanla elədim. Dərman qutarır, ağrı başlayır yenə. Əslində düz deyiblər. Nevrozsan, panik ataksan. Amma dərman necə təyin ediblər ondan xəbərim yoxdur. Oldu mu?